Məşhəd bombalanır. Əlbəttə, bizim insan İranı tanımır. Tarixini bilmir, mədəniyyətindən xəbəri yox. Yəni, özündən xəbəri yox. Son 100 ilin işğal zülmü bizi özümüzə yadırğatdı. Bunun səbəbi Rus-Sovet rejimi idi. Qısası, kölə olmaq idi. Düşmən bizə öz tarixini öyrədirdi. 15 yaşlı xəstə uşağın ilk Romanovun taxta çıxma hekayətini əzbər bilirik. Özümüzü bilmirik. Arazın o tayındakı 1000 illik tarixi yaddaşımızı inkar etdilər. Son illərin İran rejiminə xas şəriət ixracı isə vətəndaşımızı, çoxluğu çiğrindirdi. Dünən unutduğumuza bugün düşmən kəsildik. Sözümün canı odur ki, Məşhəd bombalanır. İran torpağının ta Bəndər Abbasa qədər hansı qarışını tərpətsən, altından son 1000 ilin Azərbaycan türk tarixi çıxar, bizim tarix. Dövlətçiliyi ilə, adları ilə, mimarlığı ilə, məzarlığı ilə nəhəng bir türk tarixi. Məşhəd bombalanır. Məşhəd haqqında Azərbaycan insanının bəlli bir fikri var və bu fikir haqlı olaraq xurafat düşmənçiliyi zəminindədir. Lakin bizim insan bilmir ki, Məşhəd məhz İmam Rıza türbəsi, türbənin ətrafı 1000 illik dövrün böyük şəxsiyyətlərinin, dövlət adamlarımızın məzarlığıdır, tarixi yaddaşımızdır. Məşhəd Nadir Şah Afşarın uyuduğu torpaqdır. Böyük imperatorumuzun o şəhərdə qapısı nadir açılan mavzoleyi var. Məşhəd ziyarətçilərinin, nə yerlilərin, nə qonaqların bu məzardan xəbəri yoxdur. Halbuki İranı bugün qədr-qiyməti olmayan o kişilər İran etdilər. Bu söhbət uzun söhbətdir, niskilli söhbətdir. Qısaca deməyə çalışım. Ötən gözəl günlərdə bir həftə Məşhəddə qaldım. Otelimizlə ziyarətgahın arası 10 dəqiqəlik məsafə idi. Elə gün olurdu 2 dəfə gedirdim. Bir səhər, bir axşam. Misilsiz bir aurası var. Gecələri möhtəşəmdir. Məşhəddə bu möhtəşəm İmam Rıza kompleksində Abbas Mirzənin məzarını axtardım. Bilirdim orada dəfn edilib. Günlərlə əl-ayağıma dolaşan ağır ziyarət libasında kitabxanalara, elmi şöbələrə baş çəkdik. Gördüm deyən olmadı. Axırda bir nəfər, bir alim istinad verdi və məlum oldu ki, o məzar olduğu yerdə yoxdur, sökülüb, yəqin ki, alt qatda qalır. Dünyadan vaxtsız köçmüş böyük vəliəhd, Azərbaycan tarixində misilsiz yeri olan 25 il Rus imperiyasına qarşı dirəniş göstərən Abbas Mirzə ən mötəbər yerdə, İmam Rızanın ayaqları altında dəfn olunubmuş. Molla rejimi şahlıq irsi ilə mübarizə etdiyi dövrdə bu məzarı da gözdən itirib. Halbuki İslamda məzara toxunmaq günah sayılır. Demək olar ki, bütün şahların, vəzirlərin, şahzadələrin, sərkərdələrin məzarları dağıdılıb. Onların böyük çoxluğu adı tarixə düşmüş türk dövlət adamları idi. Qumda dəfn edilən Fətali Şah Qacarın məzarı belə yerində yoxdur. Qadınları İmam Rızanın məzarı görünən səmtə yaxın qoymurlar. Uzaqdan durub baxırdım və bir möcüzə ilə özümü yasaq zonada buldum. İmamın məzarı ətəyində və şahzadənin yatdığı yerdə idim. Həşəmətli salon, yalnız kişilər, uşaq, böyük oturub. Mən yan yörəmə baxıram, aradığımın əlaməti belə yoxdur. Sadəcə sağ divarda, diqqət çəkməyən bir yerdə Abbas Mirzə Qacar sözləri yazılıb. Ürəyimdən qara qanlar axırdı. Dərin kəlamlarla dolu sinə daşına isə kompleksin muzeyində rast gəldim. Başdan ayağa niskil. Məşhəd bombalanır. Azərbaycan insanı Məşhədin öz tarixi üçün nə demək olduğunu bilsə, küçələrə tökülər, etiraz edər. Amma bilmir. O qədər bilmir ki, bilmədiyini belə bilmir. Həmin o gözəl günlərdə İmam Rıza kompleksinin katalogunu da soraqladım. Məlum oldu ki, bu məzarlıqda, hətta İmam Rızadan əvvəl də yatan bütün isimlər kataloqlaşdırılıb. 5 cildə yığılıb şairlər, alimlər, seyidlər, kimlər. 4-cü cild dövlət adamları, yəni bizimkilər. Mənə bax, həmin o cild lazım idi. Gəzmədiyim kitabxana qalmadı. Bütün cildlər var. 4-cü cild yoxdur. Hətta kompleksin nəhəng kitabxanasında belə yoxdur. Niyə? Nə deyim? Dediklərimdən demədiklərimi də bilirsiniz. Amma bugün Məşhəd bombalanır. 170 qız uşağına qıyan ağıl bizim tariximizə mi rəhm edəcək? Mehriban Vəzir, 3 aprel 2026-cı il.